Superbakteriya tibbi plastikla qidalanır. Londondakı Brunel Universitetinin alimləri tərəfindən aparılan tədqiqat xəstəxana şəraitində geniş yayılmış və həyat üçün təhlükəli infeksiyalara səbəb olan Pseudomonas aeruginosa bakteriyasının bəzi tibbi cihazlarda istifadə olunan plastik materialları parçalayaraq oradan qida kimi istifadə edə bildiyini sübut edib. Araşdırma nəticələri nüfuzlu Cell Reports jurnalında dərc olunub. Tədqiqat zamanı alimlər Britaniya xəstəxanasında bir xəstənin yarasından götürülən bakteriya nümunəsini analiz edib. Alimlər müəyyən edib ki, bu bakteriya PEP1 adlı ferment istehsal edir. Bu ferment tibbi şaxələrdə, tikişlərdə, yara sarğılarında və digər tibbi cihazlarda istifadə olunan plastik maddəni parçalayaraq bakteriyaya enerji verir. Tədqiqatın maraqlı nəticələrindən biri də odur ki, plastiklə qidalanmaq təkcə bakteriyanın yaşanmasına yox, həm də antibiotiklərə qarşı daha güclü qoruyucu təbəqə, biofilm yaradır. Bu biofilmlər bakteriyanın dərmanlara qarşı müqavimətini artırır və onun müalicə olunmasını daha da çətinləşdirir.